Salam əziz şagirdlər, 11 may 2025-ci il tarixində keçirilmiş OTK sınavının tarix sualları ilə tanış olaq. 31-ci sualda 1699-cu ildə Osmanlı dövlətində baş verən hadisəni istəyir bizdən. Bildiyimiz kimi 1684-cü ildə Osmanlı dövlətinə qarşı müqəddəs birlik dövlətləri birləşmişdi və 1699-cu ilə qədər Osmanlı ilə həmin birlik dövlətləri arasında mübarizə getmişdi. Nəticədə Osmanlı Mərkəzi Avropada xeyli ərazilərini itirmişdir. Digər variantlara baxsaq, Prus sülhü 1711-ci ildə imzalanıb. Krım xanlığının müstəqilliyin tanınması 1791-ci ildə bağlanan Yas sülhünə aiddir. Rusiyanın qadın üzmə hüququnu əldə etməsi 1774-cü ildə imzalanan Kiçik Qaraca sülhünə aiddir. Səfəvilər dövlətinə aid ticarət yollarının işğalı isə Səbəb-Osmanlı müharibələrinin müxtəlif dövrlərinə aiddir. Amma 1699-cu ildə bildiyimiz kimi Səfəvər-Osmanlı müharibə olmayıb. Qərbi Roma imperiyasına fərqli olaraq Bizans ait xüsusiyyət istəyir. Bildiyimiz kimi Qərbi Roma 395 476-cı illərdə mövcud olmuşdur. Bizans isə 395-1453-cü illərdə mövcud olmuşdur. Digər adla Şərqi Romada adlandırılır. Bizans ait xüsusiyyət German tayfaların hücumu Qərbi Romaya aiddir. Götürmürük. Ərəb xilafəli müharibələr bəli. Bizans 7-ci əsrdən etibarən ərəblərlə mübarizəyə başlamışdır. Bu isə Qərbi Roma imperiyasının mövcud olmadığı bir dönəmdir. 33-cü sualda Şirvanşahlar və Teymurlar dövlətinə aid oxşar xüsusiyyətlər bizdən soruşulur. Türk mənşəli su tərəfindən əsasının qoyulması bu Teymurlar dövlətinə aid olsa da, Şirvanşahlar dövləti ərəb mənşəli su tərəfindən əsası qoyulmuşdur, götürmürük. Qaraqoyun dövlətinin hücumlarına qarşı mübarizə aparılması bu hər ikisinə aid xüsusiyyətdir. Məsələn, Şirvanşahlar dövləti 1412-ci ildə baş verən Kür çayı sahilində döyüşdə, Teymurlar isə 1459-cu Cahanşahın dövründə Teymurlarla Qaraqoyunlarla mübarizə aparmışdır. Müəyyən müddət Təbrizdə hakimiyyət ələ keçirilməsi, bəli, bu hər ikisinə aid məsələdir. 1406-cı ildə Şirvanşah 1-ci İbrahim Azərbaycan birləşdirərkən Təbrizdə hakimiyyət ələ keçirmişdir. Teymurlardan isə Əmir Teymur 1386-cı ildə, yəni 1-ci yürüşdə ilə Təbrizə tutmuşdur. Cavabımız 2-3. 34-cü sualda 1920-ci ilin yayında Naxçıvana hansı dövlətin hərbi qüvvələrinin daxil olduğu bizdən soruşulur. Bildiyimiz kimi bu Rusiya Sovet Federativ Sosialist Respublikasıdır, yəni 2 və Osmanlı dövlətinin qoşunları Veysəl bəyin başçılığı ilə, yəni 3. 35-ci sualda 15-ci əsrin 70-ci illərində Moskva knyazlığının Ağqoyunlu dövlətinə elçi göndərməli məqsədlərini soruşur. Bildiyimiz kimi 1475-ci ildə Moskva knyazı 3-cü İvanın qoşunları, daha doğrusu elçiləri Ağqoyunlu sarayına gəlmişdilər və məqsəd Qızıl Orduya qarşı ittifaq qurmaq və ticarət əlaqələrini genişləndirməkdir. Lakin bu məqsədə 3-cü İvan nail ola bilməmişdir. Çünki ondan daha öncə Qızıl Ordu hökmdarı sərhədlərin pozulmamasına dair Ağqoyunlu ilə razılığa gəlmişdi. 36-cı sualda 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatından sonra işğaldan azad olmuş torpaqlarımızda həyata keçmiş tədbirlərdən soruşulur. Bildiyimiz kimi 2023-cü ilin 19-20 sentyabr tarixlərində antiterror əməliyyatı keçirilmişdir. Bu antiterror əməliyyatının nəticəsində Xudavənd körpüsü üzərinə Azərbaycan bayrağının sancılması bu 2020-ci il Vətən müharibəsinin gedişində 18 oktyabr tarixinə aiddir. Füzuli Hava Limanının açılış mərasiminin keçirilməsi 2021-ci ilin oktyabr ayına aiddir. Qarabağın hava qapısı adlandırıldı, ilk hava limanımızdır. Hərbi Qənimətlər Parkının açılması, əhalinin ixtiyarına verilməsi 2021-ci ilin aprel ayına aiddir. Bu da Vətən müharibəsindən sonra görülən tədbirdir, antiterrordan öncəyə aiddir. Xankəndə Zəfər Paradının keçirilməsi, bəli, 2023-cü ilə demək, noyabrın 8-nə aiddir. Cavabımız D variantıdır. Metropolitenin 8 noyabr stansiyadan istifadə verilməsi isə 2021-ci ilin may ayına aiddir. 37-ci sual. Eyler-Venn diaqramı Cənubi Azərbaycana aid bir mövzudur. Burada məşrutə hərəkatı, xiyabani hərəkatı və 3-cü olaraq da Pişəvər hərəkatı göstərilmişdir. Təbrizin demokrat hərəkatının mərkəzinə çevrilməsi bu hər üçünə aid olan bir xüsusiyyətdir, oxşarlıqdır. İlk dəfə qanunverici sayılmaq əncümənlərin qurulması bu Səttarxan hərəkatına aiddir. Bu 1905-11-ci illər hərəkatının gedişində baş vermişdir. 1B. Xiyabani Qacar hökumətinə muxtariyyət tələb etməsi ilk dəfə Cənubi Azərbaycanda muxtariyyət tələbi ilə xiyabani çıxış etmişdir. 1917-20-ci illərdə 2-yə aiddir. Azərbaycan dilinin Cənubi Azərbaycan ərazisində dövlət dili elan edilməsi bu 1946-cı ilin yanvar ayında verilən qərarla Pişəvər hərəkatına aiddir. 3D və əmək haqqında qanunun qəbul edilməsi isə 1946-cı ilin may ayına aiddir. Bu da Pişəvər hərəkatının gördüyü tədbir, hökumətinin gördüyü tədbirlərdən biridir. Cavabımız 1B, 2C, 3D, Y və 4A, yəni Y variantı.
38-ci suala baxaq. Səbəb Osmanlı müharibələrindən aid sualdır. 1514-55 birinci səbəb Osmanlı müharibələri dövrünə aid xüsusiyyət istəyir. Səbəblərin Şərqi və Cənub-Şərqi Anadoluda ərazi itirməsi bəli, Çaldan döyüşündən sonraya aiddir xüsusiyyət. Təbrizin Sultan 1-ci Səlimin qoşununa tərəfindən işğal edilməsi bəli. Təbriz tutulsa belə Osmanlı qoşunları burada qalmağa ehtiyat edirdi, ona görə geri çəkildi və geri çəkilərkən də bildiyimiz kimi tazirləri özündən apardılar. Ərzincan müşavirəsi 1500-cü ildə Şeyx İsmail dövrünə aiddir, götürmürük. İkinci səbəb Osmanlı müharibəsi 78-90-cı illərə aid xüsusiyyət istəyir. Çıldır döyüşündə Osmanlının qalib gəlməsi bəli 1578-ci ilə aid xüsusiyyətdir, doğrudur. Amasya müqaviləsi ilə yekunlaşması Amasya 1555-ci il imzalanıb. Bu müharibə 1594 İstanbul sülhünə başa çatıb, götürmürük. Şah II İsmail dövründə deyil, Şah Məhəmməd Xudavəndin dövründədir. 1603-1639-cu illər 3-cü səbəb Osmanlı müharibəsi dövrüdür, bildiyimiz kimi. Xorasan azad edilməsi 1599-cu ildə Şeybanilərlə mübarizədə azad olunmuşdur, aid deyil. Sufyan döyüşünə Səfəvlərin məğlub edilməsi deyil. Əksinə, Sufyan döyüşündə, yəni 2-ci Sufyan döyüşünə söhbət gedir. Turan taktikası ilə Səfəvlər qalib gəlmişdir, aid deyil. Şirvan və Gəncənin Osmanlı azadlığına azad edilməsi isə 1605-1607-ci illər tarixinə aiddir. Bu da doğru cavabdır. 1. A, B, 2. Yalnız A, 3 isə C variantı doğrudur. 39-cu sual. Bildiyimiz kimi uşaqlar 39-cu sual 20-li sınağın bir dəqiqə nəsə texniki bir problem baş verdi. Aha. 39-cu sual 20-li sınağın 3-cü qrup üzrə 20-li sınağın sualları içərisində yer alır. Əgər işləmisinizsə tanış gələcək bu sual sizə. Göstərilənlər səbəb oldu. Bildiyimiz kimi 2-ci Vaçe xristianlığı təbliğ etməyə başlamışdı və Albaniyada Sasani əleyhinə azad hərəkat başlatmışdır. Bu nəyə səbəb oldu? Bu bizdən soruşulan budur. Bildiyimiz kimi 463-cü ildə 2-ci Vaçenin üsyanı yatırıldı və Albaniyada 1-ci mərzbanlıq dövrü başladı. Yəni Albaniya hakimiyyəti Sasani mərzbanlarının əlinə keçdi. Düz 463, 487-ci illər tarixinə qədər Albaniya da Arşaklar sülaləsinin hökmdarı deyil, birbaşa Sasani hökmdarları onların demək idarə etməsinə başçılıq edirdi və 487-ci ildə yenidən 3-cü Vaçeqan taxta çıxacaq. 40-cı sual Manna dövlətinə aid xüsusiyyət istəyir. İranzu dövründə dövlətin əsasının qoyulması. Xeyr, İranzu deyil. Bildiyimiz kimi bilinən ilk hökmdar Udakidir Mannada. İskit tayfalarla birlikdə Urartuya qarşı müharibə aparılması, İskitlərlə birlikdə Urartuya deyil, Assuriya qarşı mübarizə aparılmışdı. Eradan əvvəl 7-ci əsrin 1-ci yarısında İşbakay və Aşşerinin dövründə. Midyanın tabe edilməsi, əksinə Midyanın tabe edilməsi deyil, Midyanın Mannanı süquta uğratmasını bilirik. Eradan əvvəl 590, bu da səhv məlumatdır. Ağsaqqallar Şurası hökmdarı nasıl idi? Bəli, İranzunun dövründə fəaliyyət göstərildi 8-ci əsrdə və 8-ci əsrin 2-ci yarısında eradan əvvəl hakimiyyət irsən keçməyə başlamışdı. Başlayaraq deyir, yəni 740-cı il nəzərə tutur. Bildiyimiz kimi 740-719-cu illərdə hakimiyyət İranzundan etibarən irsən keçməyə başlamışdır. Cavabımız 4 və 5. 41-ci sual Azərbaycanda 3-cü Respublika dövrü. Bildiyimiz kimi 3-cü Respublika dövrü 1991-ci ilin 18 oktyabrından bugünkü günümüzdə olan tarix nəzərdə tutulur. 90-cı illərin 1-ci yarısı və 2-ci yarısı tarixinə aid xüsusiyyətlər seçməliyik. Gəncənin tarixi adının bərpası 1989-cu ilin 30 dekabr tarixinə aiddir. Bu demək müstəqillik dövrünə 90-cı illərə də heç aid deyil. BMT üzvü qəbul edilməsi 1992-ci ilin 2 mart tarixinə aiddir. Bildiyimiz kimi bu da 90-cı ilin 1-ci yarısına aid xüsusiyyət hesab olunur. Götürürük. Torpaq islahatı haqqında qanun 1996-cı ildə qəbul olunub. Bu 90-cı illərin 1-ci deyil, 2-ci yarısına ona görə aid deyil. NATO-nun sülhnamə tərəfdaş proqramına qəbul olunma 94-cü ilin may ayına aiddir. Bu 2-ci yarısına deyil, 1-ci yarısına aiddir. Götürmürük. Konstitusiya məhkəməsi və ya Konstitusiya demək Konstitusiya məhkəməsi 98-ci ildə keçirilən məhkəmə islahatında demək yaradılmışdır. Bu 2-ci yarısı da doğrudur. Bakı Subsa Qərb neft kəməri istifadə edilməsi isə 1999-cu ilə aid xüsusiyyətdir. Bu da 90-cı illərin 2-ci yarısına aid olan xüsusiyyətdir. Ona görə 1B, 2B və C variantları. 42-ci sualda 17-ci əsr Avropada iqtisadi sahədə merkantilizm siyasətinin meydana gəlməsini nə təsir etdi? Bildiyimiz kimi merkantilizm digər adla proteksionizm siyasəti, ixalın məhdudlaşdırılması, ixracın isə, yəni məhsulun xaricə çıxarılması siyasətinin isə artırılması siyasətinə deyilir. Bu İngiltərədə məsələn Yezavetanın dövründə tətbiq olunmuşdu 17-ci əsrdə, 16-cı əsrdə daha doğrusu.
Demək, merkantilizm siyasəti coğrafi kəşflər dövründə bildiyimiz kimi meydana çıxan bir termindir və bu siyasətin meydana gəlməsi səbəbi müstəmləkə işğalları və təcavüzün inkişafıdır. Doğru cavabı müəyyən edin. 43-cü sual. Dərbənd əmirliyinin yaradılması bildiyimiz kimi Dərbənd əmirliyi 869-cu ildə Haşim Əs-Sulami tərəfindən yaradılıb. Azərbaycan şimalında Sasanilərin hakimiyyətinə son qoyulması isə 651-ci ildə demək süqutuna götürmək olar. Səhvdir, doğru deyil. Mərzban Məhəmmədin Azərbaycan torpaqlarını birləşdirməsi 941-957-ci illərdə hakimiyyətdə olub Mərzban Məhəmməd. Salarilərin ərəblərlə mübarizəsi deyil bir şey yoxdur. Bu sacirlərin mübarizəsi var. Bu da doğru deyil. Şəddadilərin dövlətinin alanların yükünə məruz qalması 1062-1063-cü illərə aiddir və bu zaman Xudafərin körpüsü deyil, Gəncə qala qapıları tikilmişdir. Doğru deyil. Birinci Fərruzun Səlcuq dövlətinə tabe edilməsi 1066 və Azərbaycanın Səlcuqlardan tərəfindən tutulmasının başa çatdırılması doğru cavabdır. Birinci Alparslan dövrü. Azərbaycana Oğuz tayfalarının axınlarına baş verməsi 1028-dən etibarən Oğuzlar Azərbaycana gəlmişdilər, Şəddadi və Rəvva dövlətinin ərazilərinə və onların gəlişi Bizans, Erməni və Gürcülərə qarşı Azərbaycanın belə deyək, güc nümayiş etdirməsi, Səlcuqlara birləşib onlara məğlub etməsinə nəticələnmişdir. Bu da doğru cavabdır. 4 və 5. 41-ci ilin iyunun 22-sində nəzərə tutulur. İyun ayında SSR-yə hücum etməklə Barbarossa planı ilə nəzərə tutulur. Bildiyimiz kimi Almaniya hansı müqavilənin şərtlərini pozdu? Molotov-Ribbentrop paktının şərtlərini pozdu. Bu pakt 1939-cu ilin avqust ayında imzalanmışdı və SSR və Almaniya razılaşmışdı ki, Şərqi Avropa nüfuzlarına bölünsün və bir-birinə müharibədə dəstək olacaqdılar. Amma Almaniya 41-ci ildə bu şərtləri pozub SSR-yə hücum etdi. 1924-cü ildə ABŞ tərəfindən hazırlanmış Davos planı nəzərdə tutulurdu. Bildiyimiz kimi Davos planı Birinci Dünya müharibəsi sonrası Almaniyadan alınacaq təzminatın gecikdirilməsindən bağlı, Almaniyaya möhlət verilməsi ilə bağlı görülən bir tədbir idi. Burada məqsəd Almaniyanın inflyasiyanın təsirlərini azaltması idi, ona dəstək olunması idi. Bu da cavabımız Y variantında doğru göstərilmişdir. 46-cı sual uyğunluq gözlənilmişdir. Qərbi Roma imperiyasının varlığına son qoyulmuşdur. 4-cü əsrin 90-cı illərinə deyil, 5-ci əsrin 70-ci illərində, yəni 476-cı ildə. Frank İmperiyadı Böyük Karl ərəbləri məğlub etdi Fatih döyüşündə. Xeyr, Fatih döyüşü 732-ci ildə olub. Karl isə 768-814-cü ildə hakimiyyətdə olub. Doğru deyil. Müqəddəs Roma imperiyası meydana gəldi 962-ci ildə. Verdə müqaviləsi isə 843-cü ildə imzalanıb. Uyğun deyil. Bizansla Böyük Səlcuq dövləti arasında müqavilə imzalanmışdır 1170-də. Bəli, 1071-ci ildə baş verən Malazgirt döyüşü sonrası Səlcuqlarla Bizans arasında, yəni Roma Diogenlə Alparslan arasında bağlanan müqavilənin şərtləri belə idi ki, Bizans xərac ödəyəcəkdi və lazım gəldikdə qoşunla hərbi kömək edəcəkdi. 47-ci suala baxaq. Xəritədə ulduzlar işarələnmiş dövlətlərin 18-20-ci illər tarixinə aiddir. Burada göstərilən yer Rusiyadır, aşağıda göstərilən yer isə Osmanlı dövlətidir. Demək, hər iki dövlətə aid xüsusiyyət 18-20-ci illərində bizim ağlımıza yalnız İstanbul sülhü gəlir. Bu da doğru cavab olaraq da B variantında göstərilmişdir. 1724-cü ildə bağlanmış İstanbul sülhünün şərtlərinə əsasən Səfəvi dövlətinin əraziləri bölüşdürülmüşdür. Xəzər sahili vilayətlər Rusiyaya, qalan bütün Azərbaycan torpaqları Osmanlı dövlətinə verilmişdir. 48-ci sual. Xəzər dənizində Azərbaycan hərbi donanmasının yaradılmasına əsas rol oynamışdır. Bildiyimiz kimi Azərbaycan tarixində hərbi dəniz qoşunları donanma yaradılmasına cəhd edən şəxslər olmuşdur. Bunlardan biri Nadir Şahdır. Amma bu siyasət uğursuz olmuşdur. Azərbaycanda ilk hərbi donanma 1919-cu ilin avqustunda yaradılmışdır. Belə ki, Britaniya qoşunları AXC ərazilərini tərk edərkən öz demək, katerlərini, qayıqlarını bizlərə vermiş və biz həmin o silah-sursat ehtiyat əsasında ilk donanmamızı yaratmışdır. Bu isə Y variantında doğru göstərilmişdir. 49-cu sual. Qızıl Ordu dövlətinin əsası qoyuldu. Bildiyimiz kimi Qızıl Ordu dövlətinin əsası 13-cü əsrin 40-cı illərində Batı xanın qərbə yürüşləri nəticəsində qoyulmuşdur. Batı xan Polşa, Çexiya, Macaristan kimi əraziləri tutduqdan sonra orada möhkəmlənmişdir və Saray Batı şəhərin əsasını qoyub dövlətini yaratmışdır. Bu isə Y variantında doğru göstərilmişdir. Şimali Azərbaycan Demokratik Hərəkatı 1905-7-ci illər dövrünə aid səciyyəvi xüsusiyyətlərini müəyyən edir. Bildiyimiz kimi 1905-7-ci illər dövrü birinci Rusiya inqilabı dövrüdür, Burja inqilabı dövrüdür və bu inqilabın gedişi zamanı Azərbaycanda bir neçə partiya siyasi təşkilat meydana çıxmışdır və muxtariyyət tələbi ilə çıxışlar olmuşdur. Muxtariyyət tələbi ilə bildiyimiz kimi ilk dəfə çıxış edən partiya bu dövrdə Qeyrət Partiyası da 6-cı ildə yaradılmışdır. Demək, Gəncədə
və milli siyasi partiyalar təşkilatlar formalaşmışdı. Bunlardan digərləri Difai Partiyası, Türk Ədəm Mərkəziyyət sonrakı dövrdə yaradılmışdı. Müsavat Partiyası sonrakı dövrdə yaradılmışdı. Amma nümunə olaraq, yəni biz bu dövrdə 1905-7-ci illərdə Difaini, Müdafiəni və Qeyrət Partiyasını nümunə göstərə bilərik. Cavabımız 1-2. Eldənizlər dövlətin mövcud olduğu dövrə uyğun gəlir. Bildiyimiz kimi Eldənizlər dövləti 1136, 1225-ci illərdə mövcud olub. Bu dövrə aid görək hansı variantlar uyğun məlumat vardır. Qazan xanın məhkəmə və rabitə sahəsinin islahatları. Qazan xan 1295, 1204-cü illərdə hakimiyyətdə olub. Onun dövrü isə demək Eldənizlər dövləti mövcudluğu dövrünə uyğun gəlmir. Azərbaycan əhalinin gezli vergisi ödəmək. Gezid Sasanilər dövründə ödənilən bir vergi idi, can vergisi idi. Sasanilər dövrü isə 651-ci artıq süquta uğramışdı. Şərqə doğru baş vermiş xaç yürüşlərinin sona çatması. Sonuncu xaç yürüşü bildiyimiz kimi 13-cü əsrin sonu 8-ci yürüşlə başa çatmışdı. Bu dövrdə də Eldənizlər dövləti mövcud deyildi. Terek döyüşü 1395-ci ildə baş vermişdir. Toxtamışa Teymur arasında bu dövrdə artıq Eldənizlər yox idi. Böyük Monqol dövlətinin yaranması isə 1206-cı ildə Teymurcun, yəni Çingiz xan tərəfindən əsası qoyulmuşdu. Bu dövr Eldənizlər dövrünə uyğun gəlir. 52-ci sual Azərbaycanda mezolit dövrünün yeniliklərinin neolit dövrünə davam etdirilməsi nəticəsində. Bildiyimiz kimi mezolit dövrünün bir neçə yeniliyi var. Bunlardan biri ox və kamandır, məsələn. Eləcə də ox və kamanın yaradılması ilə əkinçilik və maldarlıqdır. Həmçinin bu dövrdə bu əkinçi və maldarlığın da yaradılması ilə istehsal təsərrüfatı meydana çıxıb. Bu xüsusiyyətlər neolit dövründə və digər dövrlərdə təkmilləşdirilib. İstehsal təsərrüfatının formalaşması. Bəli, mezolit dövründə yaranan bir xüsusiyyət neolit dövründə formalaşdı, başa çatdı. Müxtəlif heyvanların əhəlləşdirilməsi. Bəli, mezolit dövründə heyvanlar əhəlləşdirməyə başlanmışdı. İlk əhəlləşdirən heyvan it idi və bu proses neolit dövründə başa çatacaq. Demək, neolit dövründə bu proses davam etdirilirdi. Cavabımız 1 və 2. Xronoloji ardıcıllıq müəllifinin ərəb xilafətinin meydana gəlməsi bildiyimiz kimi 630-cu ildə ərəb dövləti yaranıb. Dəndənəkan döyüşü 1040-cı ildə baş verib. Ərəblərin qərb Avropa yürüşlərinin qarşısının alınması isə 732-ci ildə baş verən Fatih döyüşünə aid xüsusiyyətdir. Ardıcıllıq istəyir deyə bizdən cavabımız 1, 3 və 2. 20-ci əsrin əvvəllərində Böyük Britaniya xüsusiyyət istəyir. Bildiyimiz kimi Fransanın mərkəzi hakimiyyəti tanınması. Bəli, bu 1907-ci ildə başa çatacaq Antanta təşkilatın yaradılmasıdır. Razılıq əsasında Britaniya Fransanın demək Mərakeşdə hakimiyyət nüfuzunu tanıyırdı. Qarşılığında da Fransa Britaniyada Misirin nüfuzunu tanıyacaq idi. Bu doğru cavabdır. 2. Cənubi Afqan işğalı başa çatdırdı. Bəli, 1899 və 1902-ci ildə də baş vermiş İngilis-Bur müharibəsindən söhbət gedir və 1902-ci ildə müharibə Britaniyanın qələbəsi başa çatacaq. Cavabımız 1 və 2. 3 niyə olmur? Çünki Cənubi Saxalin və Maco Şərq sahələrində aid olan bu Yaponiyadır. Rus-Yaponiya müharibəsi isə 1904-5-ci illərdə baş vermişdir. Yaponiya qalib gəlmişdir. Hindistan uğruna mübarizə başladı. Bu daha öncəki dövrlərə aiddir. 17-18-ci əsrlərə. 55-ci sualda eradan əvvəl 3-cü əsrə aid xüsusiyyət istəyir. Bizdən Atropatena Selevkinin işğal altında olması. Eradan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antiox Atropatena hökmdarı Artabazan üzərinə yürüş eləmişdir və onu eradan əvvəl 190-cı ilə qədər asılılığında saxlamışdır. Magnezi döyüşünə qədər. Demək 223 burada 3-cü əsrdə doğrudur. Karfagenin Roman əyaltına çevrilməsi 264-də başlanan bu müharibəsi eradan əvvəl 146-cı ildə başa çatacaq. Bu 2-ci əsrdə aid deyil. Alan tayfaların Alban əyalətinə hücumlarının başlanması 1-ci əsrdəndir. Bu bizim eradır. Hindistanın Vahiddə birləşdirilməsi eradan əvvəl 3-cü əsrin 2-ci yarısı Padşah Aşokanın dövrünə aid xüsusiyyətdir. Cavabımız 1 və 4. 56-cı sual Azərbaycanda 1-ci və 2-ci respublikaların tarixinə aid oxşar xüsusiyyətlər. 1-ci respublika dövrü bildiyimiz kimi AXC dövrüdür. 2-ci respublika dövrü isə Azərbaycan SSR dövrüdür. 1920-91-ci illər dövrü. Oxşar xüsusiyyət. Bildiyimiz kimi AXC dövründə konstitusiya qəbul olunmayıb. Konstitusiya qəbul olunmayıb, torpaq islahatı keçirilməyib, seçki keçirilməyib. Bu məsələni diqqətə saxlayın. Çox düşürdü AXC-yə aid bu məsələ suallarda. Gürcüstanın Azərbaycana qarşı ərazi iddiaları AXC dövründə var idi, amma Azərbaycan SSR dövründə bu hər iki məsələ hər iki dövrdə var və ərazi iddiası əsasən Zaqatala məsələsi üzərində idi. Bu da doğru cavab götürmək olar. Torpaqların kəndlərə pulsuz paylanması bu AXC dövründə aqressiya keçirilməmişdi. Ona görə bu yalnız Azərbaycan SSR-yə aiddir. Latin qrafikalı əlifbəyə keçilməsi
AXC Latin qrafika əlifbaya keçmək üçün cəhdlər etdi, amma bu iş yarımçıq qaldı. Azərbaycan SSR isə 1929-cu ildə Latin qrafika əlifbaya keçəcək. Bu hər ikisinə aid xüsusiyyət deyil. Tədrisdə Azərbaycan dilindən istifadə edilməsi, bəli, bu hər ikisinə aid olan bir məsələdir. Hətta AXC dövründə məktəblər milliləşdirilmişdi. Tədris ana dilində, Azərbaycan dilində həyata keçirilirdi. Azərbaycan SSR-də də bu məsələ indi qüvvədə qalmışdı. Cavabımız 2-5. 57-ci sual soyun müharibə dövrü. Bildiyimiz kimi soyun müharibə 1946-1991-ci illəri əhatə edir. Türkiyə və Britaniyaya aid xüsusiyyətlər seçməli. Turmen doktrinası 1947-ci ildə qəbul olunub. Harry Truman dövründə və əsasən Türkiyə və Yunanistana hərbi yardımlar nəzərdə tutulurdu. 1A. Brexit planı 2020-ci ilə aid xüsusiyyətdir. Bu dövrdə müharibə yox idi. Böyük Britaniyanın Avropa Birliyindən çıxma planı idi. Götürmürük. Falkland böhranı uğrunda mübarizə 1982-ci ilə aiddir. Margaret Thatcherin dövründə Britaniya hakimiyyəti Argentinə qarşı mübarizədə üstünlük əldə etdi. 2C soyun müharibə dövrüdür. Yunanistanın EN Rusiyasına qarşı Kipr adasına qoşun çıxarılması isə 1974-cü ildə Bülent Ecevit'in dövründə Türkiyə Respublikasına aid xüsusiyyətdir. Bunu da götürürük. 1A və ya D nəzərdə tuturuq. 2C. Montre konfransı 1936-cı ildə keçirilib. Bu soyun müharibə dövrünə aid xüsusiyyət deyil. Doğrudur, Türkiyəyə aiddir. Amma soyun müharibə dövrünə düşmür. Situasiyamızı oxuyaq. Situasiyada bildiyimiz kimi demək 19-cu əsrin əvvəllərində baş verən Rusiya-Qacar müharibəsinə ərəfəsində baş verən proseslər nəzərdə tutulur. Həmçinin burada Qanıq çayı sahili döyüşdə 1803-cü ildə baş verən Qanıq çayı sahilində baş verən döyüşdən söhbət açılır və Carbalakan bölgəsində əhalinin Rusiyaya müqaviməti, tabe edilməsi prosesləri yer alıb. Həmçinin Şərqi Gürcüstanın işğalı zamanı 1801-ci ildə Azərbaycanın Qazax Şəmşədi Borçalı ərazilərinin də manifestdən sonra işğalından danışılır. Situasiya suallarımıza baxaq. 58-ci sualda mətndə bəhs edilən dövrdə Azərbaycan torpaqlarının işğalını sürətlənən əsas amili yazın. Bildiyimiz kimi Azərbaycanda xanlıqlar dövründə vahid dövlətin olmaması sonraki mərhələdə onların işğalını asanlaşdıran əsas məsələ idi. Feodal dağınığı, ara müharibələri dövrü idi bu dövr. 59-cu sual mətnində bəhs olunan sənədin şərtlərinə ikisini yazın. Biz bildiyimiz kimi burada Qanıq çayı sahilində döyüş danışılır və bölgə cəmaatının Rusiyanın himayəsi altına keçməyindən danışılır. Bu antlı öhdəlik sənədinin şərtlərindən biridir. Antlı öhdəlik sənədi 1803-cü ildə imzalanmışdı. Carbalakan cəmaatlığı ilə Rusiya hakimiyyəti arasında və antlı öhdəlik sənədinə əsasən bir, yerli əhali ruslara demək girov verməli idi. 2, yerli əhali ipəklə xərac ödəməli idi. 3, bölgədə rus qoşunları yerləşdirməlidir və həmçinin demək Carbalakan bölgəsinin daxili müdaxilə saxlanılmalı idi. 60-cı sualda bəhs olunan dövrdə Qacarlar dövlətinin Rusiyanı işğalçı hərəkət keçirməyə vadar edən mətndə verilməyən addımını yazın. Biz bildiyimiz kimi Rusiyanın bölgəni işğal etməyinə vadar edən səbəblərdən biri 1801-ci ildə İngiltərə hakimiyyəti ilə Qacar hakimiyyəti arasında bağlanan müqavilə idi. Bu müqavilənin şərtlərinə əsasən İngiltərə Qacarların daxili işlərinə qarışmaq səlahiyyəti əldə edirdi. Həmçinin Qacarlara Rusiyaya qarşı mübarizədə maddi və hərbi cəhətdən yardım edəcəyinə söz verirdi. Bu qədər.